Deyəsən icra hakimiyyətlərini qanunsuz tikintilərə çoxaltmağa həvəsləndirən Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyidir. Doğru Xəbər az xatırladır ki, hələ 2022-ci ildə Ahkom sədri Anar Quliyev jurnalistlərə müsahibəsində demişdi ki, Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə qanunsuz tikintilərin qarşısını almalıdır. Əgər hər hansı tikinti işini qanuna uyğun davam etdirmək mümkün deyilsə, o sökülməlidir. Halbuki 2021-ci ildən bu günə qədər dəfələrlə Ahkom və Fövqəladə Hallar Nazirliyinə paytaxtın Suraxanı, Binəqədi, Nizami, Xəzər və digər rayonlarında aparılan sayısız hesabsız qanunsuz tikintilər barəsində rəsmi sorğular göndərmişik. Lakin hər dəfəsində də hər iki qurum şablon cavablar göndərməklə məsuliyyətdən yayınaraq həmin tikintilərin başa çatdırılmasına sanki qəsdən şərait yaradıblar. Yeri gəlmişkən 12 mart 2025-ci il tarixində Xəzər rayon Binə qəsəbəsi Zahir Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyin Cavid küçəsi Döngə 5 və digər ünvanlarda qanunsuz tikinti işlərinin aparılması barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinə rəsmi sorğular göndərmişdik. Adları çəkilən qurumlardan yalnız biri Ahkom tərəfindən redaksiyamıza aprel ayının 7-sində göndərildiyi qeyd olunan, lakin bu günlərdə gəlib çatan cavab məktubunda məlumatların araşdırılması üçün Xəzər rayon İcra Hakimiyyətinə göndərildiyi və 7 gün ərzində redaksiyamızın cavablandırılması yazılmışdır. Məktub Xəzər İcra Hakimiyyətinə göndərilən aprelin 7-si, bu gündə mayın 6-sı. Hələ də Xəzər İcra Hakimiyyəti və digər qurumlar susmaqda davam edirlər. Ahkom isə hər zamanki kimi şablon məktubla, səndən yar, sənə yar şikayətin var taktikası ilə sudan quru çıxmağa cəhd edir. Maraqlıdır, bəs 2 ay müddətində Anar Quliyevin özünün açıqlamasında dediyi qanuni prosedurlar niyə həyata keçirilmədi? Nəinki 2 ay, heç 4 il müddətində belə Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş 3 mərtəbəli yaşa obyekti barəsində də Ahkom eyni taktika ilə kənarda dayandı. Ahkom sədri Anar Quliyev qanunsuz tikintilərlə bağlı məsuliyyətdən yayınmağı bacardığı kimi, adını yerli mətbuatda tərtəmiz saxlamağı da mükəmməl bacarır. Ölkə başçısı Anar Quliyevə etimad göstərib vəzifəyə təyin edib. Həmçinin bu ilin aprel ayının 25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən Milli Koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adiloğlu Quliyev təyin edildi. İndi də belə bir şayiə gəzir ki, onun Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunacağı gözlənilir. 5 illik rəhbər fəaliyyəti dövründə kifayət qədər qanunsuzluğa göz yuman sədri bəlkə də bu qədər yoran, eyni zamanda paralel olaraq Azərbaycan Oxatma Federasiyasının prezidenti və koordinator vəzifələrini də icra etməsidir. Maraqlıdır. Anar Quliyevə eyni zamanda fərqli vəzifələrin həvalə olunması hansı məqsədləri daşıyır, yaxud hansı səbəblərdən qaynaqlanır? Onun boş vaxtı daha çoxdur deyə, yoxsa məsuliyyətli məmur olduğu üçün? Nəinki paytaxt, ümumiyyətlə, ölkə ərazisində saysız hesabsız qanunsuz tikintilərə nəzər saldıqda, səbəbin ikinci variant, yəni məsuliyyət olmadığı aydın görünür. Aylardır sosial mediada Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Səbail, Nizami və digər ərazilərdə aparılan qanunsuz tikintilərin görüntüləri paylaşılır, amma Ahkom da başda olmaqla bir dənə aidiyyatı qurum məsələyə nə müdaxilə edir, nə də aydınlıq gətirir. Belə olan halda ölkə vətəndaşlarının böyük əksəriyyətinin qurum rəhbərlərindən əllərini üzərək media vasitəsilə ölkə başçısına şikayətçi olmaqda haqlı görünürlər. Çünki ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların çoxu vəzifəsini layiqincə yerinə yetirməyi bacarmır. Ya da bəlkə də məqsədli şəkildə düzgün icra etməyib insanların dövlətə olan inamını, güvənini sarsıdır, hakimiyyətdən küstürməyə çalışırlar. Amma atalar deyir, yaman günün ömrü az olar. Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bu kimi məsələlərə də vaxt ayıracaq və rəhbər vəzifələrə təyin etdiyi şəxslərin fəaliyyətini nəzərdən keçirib safçürük edəcəkdir. Mövzunu davam etdirəcəyik. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.